Mən ateistəm, amma söymürəm, hamının da inancına hörmətim var yazıblar burada. Əvvəla mən bu şəxsi, yəni bu yorumu yazan bu şəxsi İslama dəvət eləyirəm, müsəlman olmağa və Rəbbim inşallah ki, tez bir zamanda sənə haqq yolu göstərsin, yəni. Haqqı sənə göstərsin. Və İslamı araşdırsan, məncə daha gözəl olar. İslamın gözəllikləri ilə tanış olsan. Çünki bu dünyada inancsız yaşamaq, yəni Allahın var olduğunu inkar eləmək, dinləri inkar eləmək, yəni bu dünyada inancsız yaşamaq insana heç bir şey gətirməyəcək. Yəni elə bir insan nə dünyada, nə də axirətdə xoşbəxt olmayacaq. Amma bir insan inancda yaşayarsa bu dünyada, o insan həm bu dünyada, həm də axirətdə, əbədi axirət həyatında xoşbəxt olacaq. İnancda yaşayarsa, mömin olaraq yaşayarsa, yəni iman gətirib yaşayarsa. Çünki Allahın yoxluğuna dair, yəni bir insan əgər Allahın varlığını inkar edirsə, deyirsə Allah yoxdur, özünə ateist deyirsə, bunu heç bir şəkildə sübut edə bilməz dəlillərlə. Çünki Allahın yoxluğuna dəlil yoxdur, amma varlığına nə qədər, hətta deyərdim, bəlkə də saysız hesabsız dəlillər var. Və yenə də deyirəm ki, bir insan əgər bu dünyada inancda yaşayırsa, yəni mömin olaraq yaşayırsa, o heç bir şey itirməyəcək. Yəni bu dünyada namaz qıldı, ibadət elədi, Allahın, axirətin varlığına iman gətirdi. Bu insan bu ticarətdən heç bir şey itirməyəcək. Amma bir insan əgər desə ki, Allah yoxdur, dinlər yoxdur, yəni bunların hamısını inkar eləsə, öləndən sonra bunların hamısı reallıq olsa, haqq olsa, yəni görsə ki, axirət var, cənnət, cəhənnəm var və yaradanın var olduğunu görsə, o zaman o insan itirəcək və bədbəxtlərdən olacaq, yəni axirətdə. Və bir daha geri dünya həyatına qayıdıb iman edə bilməyəcək, iman gətirə bilməyəcək. Çünki belə bir fürsət artıq heç kəsə verilmir. Ona görə də yəni bu dünyada inanclı yaşamaq, Allahın varlığını qəbul eləmək, yəni bir yaradanın var olduğunu qəbul eləmək, iman gətirmək, mömin kimi yaşamaqla insan heç bir şey itirməyəcək. Qazanacaq, amma itirməyəcək. Amma insan bunların hamısını inkar eləyərsə, bu dünyada da xoşbəxt ola bilməyəcək, axirətdə də itirənlərdən olacaq, yəni ziyana uğrayanlardan olacaq. Allah qorusun və səni də yenə də İslama dəvət eləyirəm. Rəbbim sənə tez bir zamanda doğru yolu göstərsin.